Sabahınız xeyir, hamınızı salamlayıram. Bugün sizə iş həyatımdan kısa bir epizod danışacağım. Demək 97'nin axırları veya 98-ci ilin əvvəlləridir. Biz Qəriboğlu Şirkətlər Qrupunun sahibi Nida Qəriboğlu ilə Almatıya uçuruq. Mən hardasa demək o vaxtlar Global Mayada ixracat meneceriyəm. Keçmiş Sovet ölkələrindən cavab olan ixracat meneceri və hardasa 2-3 aydır, 3-4 aydır bu şirkətdə işləyirəm. Nida bəylə də ancaq bir dəfə iclasda tanış olmuşuq. Xülasə, mindik təyyarəyə. Mən o vaxt 27 yaşım var. Demək, böyük bir şirkətin sahibi ilə bir yerdə uçuruq. Oradan Nida bəy suallar verir, mən cavab verirəm. Demək, Nida bəy dedi ki, işindən razısanmı, işin necədir, işdə vəziyyət necədir, oradan belə ümumi suallar. Sonra dedi ki, Rıza, maaşın nə qədərdir? Mən ümumiyyətlə işə girəndə də, bu işə girəndə belə deyək, biz 6 ixracat menecerini eyni vaxtda işə götürmüşdülər. Çünki o Global Maya yeni yaranmışdı və ixracat sistemi yeni qurulurdu. Biz 6 ixracat meneceri eyni zamanda işə götürmüşdük. Mən keçmiş Sovet ölkələrindən cavabdehdim. Digər ixracat menecerləri də, onlar hamısı Türkiyəli idilər. Hərəsi bir bölgədən, biri deyək ki, Amerikadan, biri Afrikadan cavabdeh, biri uzaq şərqdən və s. biri Avropadan. Mən heç vaxt, ümumiyyətlə, mənim xarakterim belədir. Özümü biləndən heç vaxt heç kimdən maaş soruşmaram. Sən nə qədər alırsan? Hətta işə girəndə belə, iş müsahibələrində belə mən maaşı ilk sırada heç vaxt soruşmaram ki, bu maaş nədir? Gözləyərəm ki, ya mənə sual verirlər bu barədə və ya özləri elan elərlər ki, sənin maaşın budur. Məni qane eləyər, eləməz, o ayrı məsələ. Sonra onu mən qərar verirəm, amma heç vaxt soruşmaram. Xülasə, burada da işə girəndə mən əmək haqqı barədə heç bir sual verməmişdim. Kim nə qədər alır, kimdən neysə. Nida bəy təyyarədə söhbət eləyəndə dedi ki, Rıza, maaşın nə qədərdir? Dedim, o vaxtı liranın sıfırlı vaxtları idi. Dedim, 100 milyon lira. 100 milyon liranda təxminən 900 dolar filan eləyirdi və ya 800 belə. Mənim üçün əla bir maaşıdır. Yeni universitetdən daha yenicə məzun olmuş, kasıb bir oğlan. Dedi ki, niyə 100 milyon? 150 milyon olmalı, değil mi? Dedim ki, bilmirəm. Mən də vallahi Nida bəy elə belə deyilib, belə də almışam. 2-3 ayda da belə alıram. Dedi, yox, sizdə ixracat menecerləri 150 milyon almalıdır. Neysə, uçduq getdik Almatıya, görüşdük. O vaxtda indi danışmayacağım, başqa bir mövzu. Mən Nida bəylə 3 günə yaxın Almatıda bərabər olduq. Sonra Nida bəy geri qayıtdı, mən davam elədim səyahətimə. Oradan Qırğızstana getdim, sonra Özbəkistana və s. İstanbul'a qayıtdım, gəldim ofisə. Axşam gecə qayıtdım. Səhər ofisə gələndə gördüm ki, masamın üstündə bir zərf var. Ağzı bağlı zərf, üstünə adım yazılıb. Baxdım ki, zərfi açdım, gördüm içində pul var. Dedilər ki, bunu müdiriyyət qoyub. Aşağı yendim, Şəbnəm xanıma soruşdum. Şəbnəm xanım, bu zərfdəki nədir bu? Dedi, Rıza bəy, biz o zaman bir yanlışlıq yapmışıq. Sizə işə götürəndə, demək, o biri menecerlərə 150 milyon maaş, mənə 100 milyon olaraq görülüb. Nida bəy bundan çox hissələnib. Demək, Almatıdan qayıdan kimi göstəriş verib ki, Rıza bəyin o qalan 2-3 ay ki, əksik verilən maaşlarını verirsiniz. Baxın, belə insanlar var, belə şirkətlər var, belə ədalətli qərar alan idarəçilər var. Allah Teala ədalətli heç bir zaman unutmayan insanlara yar olsun. Adlarını xatırladığım insanları burada hörmətlə xatırlayıram. Nida bəyi, Şəbnəm xanımı. Allah Teala ədaləti uyan insanlara yar olsun, qorusun onları. Heç vaxt bizi ədalətdən sapmamıza imkan verməsin inşallah. Hamınıza Allah'a emanet olun. İnşallah görüşərik.